Salam əziz abituriyentlər, mən Elşad Həsənov, fizika müəllimi. Kanalımıza xoş gəlmisiniz. Bugün sizə bərk və mayelərin xassələrindən danışacağam. Birinci, səthi gərilmə qüvvəsindən danışacağam. Səthi gərilmə qüvvəsi nədir? Tərif olaraq, səthi gərilmə qüvvəsi mayenin sərbəst səthinin kənarına təsir göstərir və mayenin daxilinə yönələn bir qüvvədir. Məsəl üçün, belə bir şey düşünək. Bir halqa götürək. Buradan çəkəcəm. Halqanın ortasına bir sap bağlayaq. Yəqin ki, uşaq vaxtı siz etmişsiniz. Köpük şişirdirdiniz. Bir qabın içərisində köpük olurdu. Belə eləyib şişirdirdiniz. Yumru dairələr əmələ gəlirdi. Biz bunun hər iki tərəfini köpük ilə dolduraq. Hər iki tərəfini köpük ilə dolduraq. Təsəvvür edin bu şəkildə. Bu köpükdür. Həm sağ tərəfində var, həm sol tərəfində var. Yəni mahi halda bir köpükdür. İndi biz bu sapın hər hansısa bir tərəfini köpüyünü deşsək belə, o zaman nə baş verəcək? Burada ortada olan sap əvvəl ortadan keçirdisə, indi bir tərəfə belə daram dartılmış olacaq. Yəni qalacaq burada köpük, digər tərəfinə köpüyünü eləmişik, partlatmışıq belə deyək. Daha burada köpük yoxdur, burada köpük var. Və bu sap köpük olan tərəfə dartılır. Deməli, onu köpük olan tərəfə dartan bir qüvvə var. Həmin qüvvə səthi gərilmə qüvvəsidir. Və səthi gərilmə qüvvəsi həmişə maye daxilinə yönəlir, mayenin sərbəst səthinə perpendikulyar yönəlir hər zaman və mayenin sərbəst səthini minimuma endirməyə çalışan bir qüvvədir. Səthi gərilmə qüvvəsi F hərfi ilə işarə olunur. F səthi gərilmə qüvvəsi bərabərdir sigma vurulsun L düsturu ilə tapılır. Bu səthi gərilmə qüvvəsinin düsturudur. Burada F səthi gərilmə qüvvəsidir. Mayenin sərbəst səthinə perpendikulyar yönəlir, hər zaman mayenin daxilinə yönəlir. Sigma səthi gərilmə əmsalıdır. O əmsaldır, indi ondan danışacaq ətraflı. L isə maye olan qabın sərbəst səthinin belə deyək, kənarının uzunluğu. Təsəvvür edin ki, bir maye vedrənin içərisindədirsə, oradakı L o vedrənin kənarının belə deyək, uzunluğu nəzərdə tutulur. Əgər maye olan qab dairə formasında olarsa, o zaman L-in yerinə, yəni çevrə şəklində olarsa, biz L-in yerinə 2πr və yaxud da πd şəklində də yaza bilərik. O zaman düstur bu şəkildə gələ bilər. F səthi gərilmə qüvvəsi bərabərdir sigma 2πr və yaxud da sigma πd şəklində də yaza bilərik. Burada R həmən o qabın, dairəvi şəkildə olan qabın radiusudur. D isə onun diametridir. Pi də sabit kəmiyyətdir, biz bilirik. Və səthi gərilmə qüvvəsi qüvvə olduğu üçün vahidi təbii ki, Newtondur. Səthi gərilmə qüvvəsinin vahidi Newtondur. Səthi gərilmə qüvvəsi nədən asılıdır? Oradakı fiziki kəmiyyətlərdən təbii ki, asılıdır. Baxaq görüm necə asılıdır. Səthi gərilmə qüvvəsi L-dən düz mütənasib asılıdır. Səthi gərilmə qüvvəsi R-dən düz mütənasib asılıdır. Səthi gərilmə qüvvəsi D diametrdən də düz mütənasib asılıdır. Burada sigma səthi gərilmə əmsalıdır. Səthi gərilmə əmsalını tapsaq bu düsturdan sigma bərabərdir F səthi gərilmə qüvvəsi bölünsün L yaza bilərik. Və yaxud da yenə də L-in yerinə 2πr və yaxud da πd yaza bilərik. Bir də o açıqlamaları vermək ehtiyac yoxdur. Bu səthi gərilmə əmsalının belə deyək, düsturudur. Bu düsturdan səthi gərilmə əmsalının vahidinə baxaq. Sigmanın vahidi. Təbii ki, F böl L olduğu üçün F qüvvədir, qüvvənin vahidi Newton. L isə uzunluqdur, uzunluğun vahidi metrdir. O zaman səthi gərilmə əmsalının vahidi Newton bölünsün metrə bərabərdir. Həm də Newton böl metr əvvəlki dərslərdən bilirik, nəyin vahidi? Yayın sərtliyinin vahididir. Bunu xatırlamış oluruq. Və səthi gərilmə əmsalı bunlardan asılıdırmı? Nədən asılıdır ümumiyyətlə baxırıq? Səthi gərilmə əmsalı mayenin növündən asılıdır, bir də temperaturundan asılıdır. Əgər bizdən soruşsa ki, səthi gərilmə əmsalı sigma, deyək ki, F-dən necə asılıdır? Sigma səthi gərilmə qüvvəsindən təbii ki, asılı deyil. Temperatur sabit olmaq şərti ilə. Yəni biz bura gərək temperaturu konstant qoyaq. Səthi gərilmə əmsalı L-dən necə asılıdır? Təbii ki, L-dən də asılı deyil. Yenə də temperatur sabit qalmaq şərti ilə. Səthi gərilmə əmsalı soruşa bilər bizdən R-dən necə asılıdır? Sonra soruşa bilər D-dən necə asılıdır? Heç birindən asılı deyil. T konstant olunur. Bəs səthi gərilmə əmsalı nədən asılıdır?
mayenin belə deyək növündən asılıdır. Bu səthi gərilmə əmsalı, səthi gərilmə qüvvəsi haqqında olan məlumat. İndi isə isladan mayelər var, islatmayan mayelər var. Onlardan danışacağam. İslatma nədir? Nə vaxt maye cismi isladır və yaxud da tam isladır, nə vaxt cisim islatmır, ondan danışacağıq. Deməli, biz bir cisim götürürük, taxta məsəl üçün, fərqi yoxdur, hər hansısa bir cisim. Biz bilirik də ki, bəzi mayelər var ki, cismin üzərinə tökürsən tamamilə islanır. Məsəl üçün, salfetkanın üzərinə bir su töksək, tamamilə salfetka suyu özünə çəkəcək, isladacaq. Amma şüşənin üstünə biz su tökəndə maye şüşəni islada bilmir. Deməli, bu hər hansısa bir cisimdir. Bunun təbii ki, molekulları var. Bərk cisim olduğu üçün molekullar sıx və nizamlı şəkildə düzülüb. Mən biraz tələsməm lazım. Bu üzərinə bir maye tökdüyümüz zaman görəcəyik ki, maye bu cisim üzərində bax, bu şəkildə bir forma alır. Və maye molekulları təbii ki, var. Maye molekulları arasında da cazibə qüvvəsi var. Bərk cisimdən maye molekulları arasında da cazibə qüvvəsi var. Sanki bu maye kürə şəklində olub, amma bu mayeyi bu cisimə tökəndə bir balaca neyini isladıb, yəni hopub, bu cismin üzərinə hopub. Bunu iki formada biz göstərə bilərik. Nə vaxt maye cisim isladır? Bura bir əyri var, əyriyə bir xətt çəkirik, toxunan çəkirik. Buna deyirlər menisk əyrisi. Toxunanla maye daxilindəki bucağa deyirik kənar bucaq, alfa bucağı deyirik. Deməli, nə vaxt isladan olur? Bərk cisim molekulları ilə maye molekulları arasındakı cazibə qüvvəsi, bax, bərk cismin molekullarını qara-qara nöqtələrlə göstərmişəm, maye molekullarını göy nöqtələrlə göstərmişəm. Bu bərk cisimlə maye molekulları arasındakı cazibə qüvvəsidir. Bir də var mayenin öz molekulları arasındakı cazibə qüvvəsi. Əgər bərk cisim molekulları ilə maye molekulları arasındakı cazibə qüvvəsi mayenin öz molekulları arasındakı cazibədən böyüksə, demək bərk cisim maye molekularını özünə çəkir və nə edir? İsladır. Bucaq olaraq necə göstərəcək? Əgər bucaq iti bucaqdırsa, yəni alfa bucağı sıfırdan böyük, hətta sıfıra bərabər də ola bilər, 90-dan kiçik bucaq altındadırsa, bu maye isladan maye olur. Yəni iti bucağında. Hətta alfa bucağı 0 dərəcə olanda maye tam isladıb anlamına gəlir. Yəni bu mayeni tökmüsən, heç burada bir əyri də alınmayıb. Tamamilə maye cisimə hopub, tamamilə isladıb deyirik. Alfa bucağı 0 dərəcə olanda tam isladır. Yəni fizika olaraq əsas isladan maye üçün qayda bu qaydadır ki, bərk cisim molekulları ilə maye molekulları arasında cazibə qüvvəsi mayenin öz molekulları arasında cazibə qüvvəsindən böyüksə, bu cisim isladan mayedir. Yəni bu maye isladan mayedir. Bəs yaxşı, islatmayanda necə olacaq? İslatmayan maye, yenə molekulları çəkirəm, biraz sürətli çəkirəm. Maye tökdüyümüz zaman maye bu cismin üzərində belə dairə şəklində olur. Dairə şəklində olur. Yenə də burada bərk cisim molekulları ilə maye molekulları arasında cazibə qüvvəsi var. Yenə burada biz əyri çəkirik. Bu əyriyə yenə deyirik menisk əyrisi. Burada bir bucaq var. Baxın, çaşmaq lazım deyil. Buradakı bucaq maye daxilindən götürülən bucaqdır. Yəni buradan bir bucaq çəkmək lazım deyil. Bəs bu maye niyə islatmır? Səbəb nədir? Biz belə deyirik. Bərk cisim molekulları ilə maye molekulları arasında cazibə qüvvəsi mayenin öz molekulları arasında cazibə qüvvəsindən balacadır. Yəni mayenin öz molekulları arasında cazibə qüvvəsi böyükdür və mayeni islatmağa qoymur, hoppağa qoymur. Bəs bucaqla necə göstərəcək? Bucaqla isə belə göstərəcək. Alfa bucağı göründüyü kimi 90 dərəcədən böyükdür. Amma 180 dərəcədən kiçikdir, hətta 180 dərəcədə ola bilər. Bu zaman islatmır. Əgər alfa bucağı 180 dərəcə olarsa, bu tam islatmır anlamına gəlir. Sanki maye hər hansısa bir cisim üzərinə tökəndə belə dairə şəklində olur. Məsələn, qızğın bir dəmirin üzərinə maye damcısı tök, nə olacaq? Diyirlənə gedəcək. Yəni bu nə olur? Bu tam islatmır olur. İslatma hadisəsi bu şəkildədir qayda olaraq. İndi isladan maye boruda yuxarı doğru qalxır. İslatmayan maye isə boruda aşağı doğru enir. Bunu da göstərmək istəyirəm sizə. Deməli, bir qab götürürük. Qabın içərisində maye vardır. Maye molekulları vardır. Biz bu qaba boru, belə deyək də, dairəvi bir boru əlavə etdiyimiz zaman bu boruda maye yuxarı qalxa da bilər. Boruda maye yuxarı qalxırsa müəyyən bir hündürlüyə qalxır. H qədər hündürlüyə qalxır. Bu zaman biz deyirik ki, bu maye isladan mayedir.
Və qalxan mayenin borunun içərisindəki yuxarıdan səviyyəsi belə çökük, oval vəziyyətində olur. Yox, əgər mayenin içərisinə saldığımız boruda maye yuxarı yox, aşağı enibsə, biz buna deyirik ki, bu islatmayan mayedir. Yəni, isladan mayədə kapilyar boru deyirik buna biz. Kapilyar boruda, boru nədir uşaqlar? Kapilyar boru diametri ölçüsünə nəzərən çox kiçik olan bir borulara kapilyar borular deyilir. Məsəl üçün, təsəvvür edin ki, belə düşünün, xəyal edin. Salfetkanı biz suya ucunu bir damcı batıran kimi salfetkanın yarısına kimi su islanır. Burada nə baş verir? Sanki salfetkanın içərisində xırda kapilyar borular var. Kapilyar borular suyu özünə çəkir. İsladırsa özünə çəkir təbii ki. Onda həmin o borularda su yuxarı doğru qalxır, müəyyən bir hündürlüyə qalxır. Yox, islatmırsa aşağı düşür. Və isladan mayədə boruda qalxan mayenin səthi belə çökük, oval şəklində olur. İslatmayanda isə belə dairəvi şəkildə olur. Bununla niyə bunu vurğulayıram? Çünki bununla bağlı testlərdə suallar vardır. İndi biz nəyi tapmalıyıq? Kapilyar boruda qalxan mayenin hündürlüyünü tapmaq lazımdır. Mən o hündürlüyün düsturunun çıxarılışını da sizə yazıram ki, birdən əgər düstur unudarsa, ən azından o çıxarılışdan yadınızda saxlayıb tapa bilərsiniz. Deməli, burada qalxan mayenin hündürlüyü nə vaxta kimi qalxır? Kapilyar boruda yaranan səthi gərilmə qüvvəsi, mayenin səthi gərilmə qüvvəsi ağırlıq qüvvəsindən bərabər olana qədər kapilyar boruda maye yuxarı qalxır. Biz indi isə bu düsturdan çıxış edirik və burada hər bir mərhələni bilmək lazımdır. Çünki hər bir mərhələ ilə bağlı testlərdə suallar vardır. Səthi gərilmə qüvvəsinin düsturunu bilirik nədir? Sigma vurulsun L-dir. Ağırlıq qüvvəsinin düsturunu bilirik nədir? Mg-dir. Sigma, məsələn bu düstur sizə lazım ola bilər. Necə lazım ola bilər? Sizdən soruşa bilərlər ki, tutam ki, M-i tap. Hətta burada Mg-ni bəzən mayenin çəkisi olaraq da qəbul edirlər. Mayenin çəkisi də deyə bilərlər. Sizdən deyə bilərlər ki, məsələn, M-i tap, sizdən deyə bilərlər L-i tap, sigma tap və s. Sonra davam edəcəyik. L-in yerinə yazırıq 2πr. 2πr yazırıq. M, kapilyar boruda qalxan mayenin kütləsidir. Kütlənin yerinə təbii ki, ρV yaza bilərik. ρV vurulsun ki. Məsələn, şimdi bu düsturu da bu formada bilmək lazımdır. Bəzən həcmi soruşurlar ki, oradan həcmi tap. Biz də tapmalıyıq. Sonra davam eləsəm, sigma 2πr bərabərdir ρ və kapilyar boruda qalxan mayenin həcmidir. Kapilyar boru dairə şəklindədirsə, o mayenin həcmi təbii ki, nədir? S vurulsun H yaza bilərik. Yəni, S vurulsun H, vurulsun G. Sonra biraz da davam eləsək, sigma 2πr bərabərdir ρ. S kapilyar borunun belə deyək, dairə formasındadır. Ən kəsi sahəsi S-in yerinə πr kvadrat yazarıq. Çünki dairənin sahəsi πr kvadrat. πr kvadratı vurulsun H, vurulsun G. Hə, indi artıq biz düsturumuzu çıxarda bilirik. İxtisarlar eləsək, burada pi var, burada da pi var, ixtisar edər. Burada bir r var, burada da r kvadratı var, biri ixtisar edər. O zaman mən buradan H-ı tapsam, yuxarıdan yazıram artıq. H bərabərdir, 2 sigma bölünsün ρ, G, R. ρ, G, R. Deməli, bu oldu. Bayaqdan mənim axtardığım düstur. Kapilyar boruda qalxan mayenin hündürlüyünün düsturu. Təbii ki, biz bunu D ilə də əvəz edə bilərik. Axı D 2-yə bərabərdir. R isə D bölü 2-dir. O zaman H bərabərdir. R-in yerinə D bölü 2 yazanda ρ, G, D bölü 2 də yuxarı çıxır. 4 sigma şəklində olur. Deməli, bu da bizim kapilyar boruda qalxan mayenin hündürlüyünün düsturu. Birincisi R ilə bağlı düsturdur. İkincisi D ilə, diametri ilə bağlı bir düsturdur. Bundan əlavə olaraq, təbii ki, buradan da qrafiklər biz çəksək, deyə bilər ki, H R-dən necə asılıdır? Tərs asılıdır. H D-dən necə asılıdır? Tərs asılıdır. Rho-dan asılıdır. Sigma-dan asılıdır. İndi biz bu kapilyar boru olan qabı A təcilindən yuxarı da qaldıra bilərik, A təcilindən aşağı da endirə bilərik. Əgər A təcili ilə biz yuxarı qaldırırıqsa, bu düsturlar hansı şəkildə düşəcək? Birinci düstur H bərabərdir. 2 sigma bölünsün ρ, C üstəgəl A vurulsun R. İkinci düstur H bərabərdir. 4 sigma bölünsün ρ, C plus A vur D olacaq. Bəs A təcili ilə aşağı endirsək nə olar? H bərabərdir. 2 sigma böl ρ, C minus A vurulsun
R olacaq. H bərabərdir 4 sigma bölünsün rho C minus A vurulsun D şəklində olacaq. Yəni bu mövzunun əsas hissələrindən biri kapillyar borda qalxan mayenin hündürlüyünün tapılmasıdır. Bu hündürlüyün tapılması ilə bağlı, ümumiyyətlə burada yazdığım düsturlarla bağlı testlərdə suallar var. Bu düsturları tətbiq edib o sualları rahat şəkildə yaza bilərsiniz. Deməli, kapillyar borda qalxan mayenin hündürlüyünün düsturunu tapandan sonra səthi gərilmə qüvvəsinin gördüyü iş var. Səthi gərilmə qüvvəsinin gördüyü işi də tapa bilərik. Yəni düsturu, səthi gərilmə qüvvəsinin gördüyü işin düsturunu əzbərləmək lazım deyil. Çıxarılışını deyəcəm. O çıxarılışdan yadda saxlansa daha gözəl olar. Çünki düstur biraz mürəkkəbdir, əzbərləmək çətin olur. Eyni şəkildə kapillyar borda qalxan mayenin təzyiqi var. Axı mayenin təzyiqini biz bilirik. Hidrostatik təzyiq əvvəlki dərslərimizdə keçmişdik. Burada da kapillyar borda qalxan mayenin təzyiqi var. Həmin o təzyiqə Laplace təzyiqi deyirlər. Bu iki düsturu mən sizə burada çıxardacağam. Öncə səthi gərilmə qüvvəsinin gördüyü işin düsturunu çıxardacağam. Biz bilirik ki, iş A bərabərdir F vur S düsturundan tapılır. Hansı qüvvənin gördüyü işdən söhbət gedirsə, o qüvvəni yer dəyişməyinə eləməliyik, vurmalıyıq. İndi söhbət səthi gərilmə qüvvəsindən gedir. Səthi gərilmə qüvvəsinin gördüyü iş deyirsə, səthi gərilmə qüvvəsi vur, yer dəyişmə. Yer dəyişmə isə H-dır. Vurulsun H yazır. Bu səthi gərilmə qüvvəsinin gördüyü işdir, amma təbii ki, əvəzləmələr edəcəm. A bərabərdir. Deməli, səthi gərilmə qüvvəsinin düsturunu yerinə yazıram. Sigma vur L, yəni 2πr. Sigma vur 2πr. H-ın da düsturunu tapmışam. Necə tapmışam? 2 sigma bölünsün rho CR şəklində tapmışam. Və buradan biz sadəcə nəyi ixtisar edə bilirik? Sadəcə R-ləri ixtisar edə bilirik. Yerdə qalan artıq olacaq. Səthi gərilmə qüvvəsinin gördüyü işin düsturu olacaq. A bərabərdir. Deməli 4 sigma kvadratı pi bölünsün rho CR olmuş olacaq. Bu oldu uşaqlar səthi gərilmə qüvvəsinin gördüyü işin düsturu. İkinci nə izah eləmək istəyirdim? Borda qalxan mayenin göstərdiyi təzyiq, kapillyar borda qalxan mayenin göstərdiyi təzyiqə burada Laplace təzyiqi deyirlər. Kapillyar borda qalxan mayenin təzyiqi, yəni mayenin təzyiqidir. Mayenin təzyiqinin düsturu nədir? Təbii ki, rho C H-dır. Biz burada çox sadə bir əvəzləmə eləyəcəyik. Rho C H-ın yerinə nə yazacaq? 2 sigma bölünsün rho C R yazacaq təbii ki. Buradan rho'lar və C-lər ixtisar gedəcək. Yerdə qalan oldu Laplace təzyiqi. Yəni 2 sigma bölü R. Laplace təzyiqi nə deməkdir? Kapillyar borda qalxan mayenin göstərdiyi təzyiq Laplace təzyiqdir. Bunları da bilmək lazımdır. İndi bu düsturu belə deyək də əzbərləmək çətin olur. Ona görə də əzbərləmək yox, bu şəkildə çıxarış etsəz daha gözəl olar. Bu düstur düzdür. Asandır, amma ümumiyyətlə çalışın ki, düsturları əzbərləməyin də. Hardan gəldiyini bilin ki, daha yaxşı yadda qala bilsin. Və yaxud da nə vaxtsa yaddan çıxanda gəliş yeri biləndən sonra çıxardıb özünüz tapa bilirsiniz bu şəkildə. Hesab ümumiyyətlə deməli burada iki qrafik var. Mən bu qrafikdə sizə bərk maddənin qızması, əriməsi və onun buxarlanması hadisəsini izah eləmək istəyirəm. Birinci qrafik temperaturun zamanla asılılığıdır. İkinci qrafik temperaturun ona verilən istilik miqdarına asılıdır. Deməli, mənfi 20 dərəcədə olan bir maddə təbii ki, məsələn, buzdan danışaq. Buz bərk haldadır. Biz başlayırıq bunu qızdırmağa. Qızdırarkən buna müəyyən qədər bir istilik miqdarı veririk. Q1 qədər. Yəni, bura qeyd eləmişəm, Q1 qədər istilik miqdarı veririk. Buzun qızması zamanı A-dan B-yə gedən hissə buzun qızmasıdır. Burada buz qızmağa başlayır. Yazaq, buz qızır. Burada başqa bir maye yoxdur. Sadəcə buzdur. Buz başlayır qızmağa. Buza sən istilik miqdarı verirsən. İstilik miqdarı verirsə o başlayır qızmağa. Qızarkən sənin ona verdiyin enerji, istilik miqdarı kinetik enerjinin, buz molekularının kinetik enerjisinin və potensial enerjisinə sərf olunur. B nöqtəsinə qədər buz qızmağa başladı. B nöqtəsinə çatanda artıq buz 0 dərəcəyə gəlib çatdı. Biz də bilirik ki, buz 0 dərəcədə başlayır əriməyə. Artıq B nöqtəsindən C nöqtəsinə çatana qədər başlayıb buz əriməyə. B-dən C-yə gələn hissədə həm buz var, həm də maye var. İndi bu mən su olaraq düşünmüşəm, buz olaraq düşünmüşəm. Başqa maddələr də ola bilər, fərqi yoxdur. Buz və su, yəni bərk cisim və maye var burada. B-dən C-yə getdikcə bərk cismin kütləsi azalır, mayenin kütləsi artır. Və görsənən odur ki, buz əriyərkən onun temperaturu elə 0 olaraq qalıb. 0-da qalıb. Buz əriyir,
qutarana qədər temperatur dəyişmir. Bizim verdiyimiz istilik miqdarı buz molekullarının dağılmasına sərf olunur. Yəni temperatur dəyişmədiyi üçün kinetik enerji dəyişmir, daxili enerji nə etmir? Dəyişmir. Biz burada buzu qızdırdıq. Buzu qızdırarkən ona istilik miqdarı verdik. Təbii ki, buzu qızdırarkən verdiyimiz istilik miqdarı əvvəlki dərslərimizdən bilirik. Q1 bərabərdir Cm delta T'dir. Burada C buzun xüsusi istilik tutumudur. Buzun xüsusi, yəni bərk cismin xüsusi istilik tutumu. M buzun kütləsidir. Delta T'də təbii ki, temperatur dəyişməz. B-dən C-yə getdikcə buz əriyir. Buzu əridərkən ona verdiyin istilik miqdarı Q2 ilə Q1 arasında olan istilik miqdarıdır. Biz onu elə Q olaraq qeyd eləyək. Buz əriməsi üçün verdiyimiz istilik miqdarı, bunu da əvvəlki videoda izah eləmişdim. Lambda vurusun M-dir. Burada lambda xüsusi ərimə istiliyidir. Xüsusi ərimə istiliyini biz tapa bilərik. Lambda bərabər Q böl M. Deyə bilərik ki, təkrar üçün deyirəm. Xüsusi ərimə istiliyin vahidi joule bölünsün kiloqramdır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Və B-dən C-yə getdikcə buz əriyir. B-dən C nöqtəsinə çatana qədər buzun kütləsi azalır, suyun kütləsi artır. C nöqtəsində tamamilə buz əridi, oldu tamamilə maye. Artıq C nöqtəsindən D nöqtəsinə maye başlayır qızmağa. Biz artıq buradan bu tərəfə enerji verdiyimiz zaman mayenin qızmasına sərf olunur. Kinetik enerjinin, potensial enerjinin artmasına sərf olunur. Və maye qızarkən ona verdiyimiz istilik miqdarı da təbii ki, yenə Cm delta T ilə yaza bilərik. Sonra təbii ki, ondan sonra maye qızandan sonra həmçində buxarlanma baş verir. Buxarlanmaq üçün verdiyimiz istilik miqdarı Q bərabərdir Lm idi. Biz bunu əvvəlki dərslərimizdə keçmişik, bir də üstünə düşmürük. Və bu qrafiklər önəmlidir. Bir də bunun tərsi var. Tərsi nədir? Ki, mayeni biz soyuduruq, bərkidirik, sonra bərk cisimini nə edirik? Yenə də soyuduruq, mənfi hala gətiririk. İndi isə bərk cisimin xassələrindən danışacağım. Mexaniki gərginlik, gərilmə diaqramı, səthi mexaniki gərginliyin düsturu və s. Deməli, deformasiyadan biz əvvəlki dərslərimizdə danışmışıq. Xarici qüvvənin təsiri altında cismin forma və ölçülərinin dəyişməsi deformasiya adlanır. Elastik deformasiya var, plastik deformasiya var. Xarici qüvvənin təsiri kəsiləndən sonra cisim öz formasını ala bilirsə, bu olur elastik deformasiya. Xarici qüvvənin təsiri kəsiləndən sonra cisim öz formasını ala bilmirsə, bu olur plastik deformasiya. İndi düşünək ki, bir cisim var burada. Bu cismin müəyyən bir uzunluğu var. Onun uzunluğuna ilkin olaraq uzunluğuna E0 deyirik. Mən istəyirəm ki, bu cismi dartıb uzaldım. Yəni deformasiya uğradım. Bu cismi dartıb uzatmaq üçün təbii ki, biz buna müəyyən bir qüvvə tətbiq etməliyik, F qüvvəsi. Dartıb uzaldandan sonra onun uzunluğuna L deyirik. Bəs nə qədər dartıb uzatmışıq? İxtiyarı qədər. Bax, bu uzanmaya da biz nə deyək? Delta L deyək. Normalda yaylarda, prujinlərdə uzanmaya X ilə işarə eləmişdik. Burada isə delta L ilə işarə eləmişdik. Əslində ikisi də eyni məna daşıyır. Və bu delta L bərabərdir L çıx L0-dır. Delta L deyirlər mütləq uzanma. Mütləq uzanma delta L bərabərdir L çıx L0 düsturundan tapılır. Mütləq uzanmanın vahidi təbii ki metrdir. 1 metr. Çünki uzanmadır. Uzanma vahidi nə ola bilər? Təbii ki metr ola bilər. Əlavə olaraq nisbi uzanma var. Nisbi uzanma isə epsilon hərfi ilə işarə olunur. Epsilon bərabərdir mütləq uzanmanın başlanğıc uzunluğa nisbəti ilə ölçülən bir fiziki kəmiyyətdir. Epsilon bərabər delta L bölü L0-dır. Burada delta L mütləq uzanmanın vahidi metrdir. L0 başlanğıc uzunluğu, onun da vahidi təbii ki nədir? O da metrdir. O zaman mütləq uzanmanın vahidi 1-dir. Yəni mütləq uzanmanın vahidi yoxdur. İndi isə nisbi uzanma vahidi yoxdur dedik. Adsız kəmiyyətdir çünki delta L bölünsün L0-dır. Delta L-də vahidi metr, S0-ın vahidi metr olduğu üçün onun üçün vahid yoxdur. Mütləq uzanma nədən asılıdır? Qrafik olaraq qura bilərik. Daha doğrusu nisbi uzanma, yəni epsilon. Epsilon asılıdır delta L-dən. Necə asılıdır? Təbii ki, düz asılıdır. Delta L-dən nisbi uzanma düz asılıdır. Biz bunun qrafikini çəkə bilərik. Bəs L0-dan necə asılıdır? Təbii ki, L0-dan da görsənir ki, necə asılıdır? L0-dan tərs mütənasib asılıdır. Bizim qarşımıza bu qrafiklər çıxa bilər. Ona görə də bu qrafikləri biz nə edirik? Çəkib göstəririk. Bu bizim oldu nisbi uzanmamız. İndi mexaniki gərginlikdən danışacağım. Mexaniki gərginlik nədir? Mexaniki gərginlik sigma. Buran silim. Biz hər hansısa bir cismi dartanda deformasiya uğrayır. Biz Hüq qanunu keçmişdik əvvəlki dərslərimizdə. F elastik qüvvəsi bərabərdir mənfi Kx demişdik Hüq qanununa.
Burada da kiçik deformasiyalarda hüquq qanunu var. O isə fərqli formada yazılır. Yəni mexaniki gərginliklə bağlıdır bu hüquq qanunu. Sigma bərabərdir Y vurulsun epsilon şəklində yazılır. Bu kiçik deformasiyalarda hüquq qanunu ifadəsidir. Sigma mexaniki gərginlik, epsilon nisbi uzanma, Y Young modulu adlanır. Y Young modulu sabit bir kəmiyyətli materialın növü deməkdir. Hər bir maddə üçün ayrı bir Young modulu var, ayrı bir materialın növü var. Young modulun vahidi təbii ki olacaq Pascal. Niyə? Çünki mən Young moduluna yazsam burada Y-nin vahidinə Pascal deməliyəm. Çünki epsilon zaten vahidi yoxdur, 1-dir. Sigma da mexanik gərginlik onun vahidi nədir? Pascal. Ona görə də Young modulun vahidi nə olacaq? Pascal olacaq. Və bu sigma qrafik olaraq istəyə bilərlər bizdən. Sigma epsilondan düz asılıdır. Young modulu isə materialın növündən asılıdır, bir də temperaturdan asılıdır. Temperatur sabit olunca Young modul heç nədən asılı deyil. Sizdən soruşa bilər, Young modul sigmadan necə asılıdır, epsilondan necə asılıdır, nə bilim, delta-dən necə asılıdır, heç nədən asılı deyil. Materialın növündən və temperaturundan asılıdır. İndi mən buradan bir neçə dənə düstur istəyirəm çıxardım, bizə lazım olan düsturlardır. Sigmanın əlavə düsturu bayaq yazdım. Nə idi o? F bölü S. Bu iki sigma düsturlarını mən bərabərləşdirə bilərəm. Bərabərləşdirək. Bu düsturla bu düsturları bərabərləşdirirəm. Sigma yerinə burada yazıram F bölü S. F bölü S bərabərdir Y vurulsun epsilon. Məsəl üçün bu bizə lazım olacaq. Buradan biz F'i tapa bilərik, S'i tapa bilərik, epsilonu tapa bilərik. Sonra davam edəcəm. F bölü S bərabərdir Y vurulsun. Epsilon yerinə nə yaza bilərəm? Delta L bölü L0 yaza bilərəm. Buradan F'i tapsam, bu düstur da bizə lazım olacaq təbii ki. Buradan da istədiyin hər bir fizik cəmiyyəti tapa bilərsən. Buradan F'i tapsaq, F bərabərdir. Fikir verin. Y S bölü L0 vur delta L olur. Delta L. Uşaqlar, delta L mütləq uzanma idi. Bəs burada mütləq uzanma ilə işarə eləmişdik, X ilə işarə eləmişdik. Yəni əslində delta L ilə X eyni anlama gəlir. İndi fikir verin. Orada F bərabərdir Kx yazmışam. Sanki K vur delta L yazmışam. Burada K var. Burada K'nın yerinə nə dayanır? YS bölü L0 dayanır. O zaman mən bu YS bölü L0'a elə K deyə bilərəm. K materialın yayın sərtliyidir. K bərabərdir Y S bölü L0. O da bərabərdir Y. S'in yerinə pi kvadratı bölü L0 və yaxud da Y pi d kvadrat bölünsün 4L0 yaza bilərəm. K qrafik olaraq bizdən istəyə bilər. K nədən asılıdır, nədən asılı deyil. Ümumiyyətlə, K-nı buradan da istəsək biz tapa bilərik. Buradan da K nəyə bərabərdir? F elastik bölü X. Bizdən soruşulacaq. Hamısını bir arada çəkəcəm. Soruşulacaq. K F-dən necə asılıdır? Sonra soruşulacaq. K X-dən necə asılıdır? Və yaxud da K delta L-dən necə asılıdır? X delta L, bunlar hamısı eyni. Deyəcəksən, asılı deyil. Bəs K nədən asılıdır? K asılıdır S-dən. Necə? Düz. Nə zaman? L0 konstant olanda. K asılıdır L0-dan. K asılıdır L0-dan. Necə? Təbii ki, tərs. Nə zaman? S konstant olanda. K asılıdır. K asılıdır. R-dən və D-dən. İkisindən də asılıdır. Amma necə asılıdır? Kvadratik asılıdır. Nə zaman? L0 konstant olanda. Yəni bunları da mütləq şəkildə bilmək lazımdır. Abituriyentlər, bu mövzuyla da birinci hissənin 14 mövzusunun hamısına izahını vermiş oldum. Növbəti videolarımızda artıq ikinci hissə mövzularına başlayacağıq. Sağ olun, kanalımızı izləmədə qalın, abunə olmağı unutmayın.